Hər kəsə salamlar. Bu gün sizə qeydiyyat proqramında necə qeydiyyatdan keçmək lazımdır onu göstərəcəm. Sizə verilmiş kodla, giriş koduna daxil olursunuz. İstəsiniz köməkçiniz daxil olub qeydlər aparır, siz baxa bilərsiniz. Bu kimlər üçün yarayır? Həkimlər, müəllimlər, müştərilərlə işləyənlərlə, vətəndaşlarla işləyənlər ki, qeydiyyatlarını dəftərə yazmasınlar, proqram üzərindən qeydiyyatını aparsınlar. Daxil olduqda buradan mail adresinizi qeyd edirsiniz. Bu nə üçündür? Siz hər dəfə, hər səhər hansı müştərilər qeydiyyatdan keçib sizə bildiriş gəlsin. Saat neçədə kim qeydiyyatdan keçib. Hər qeydiyyatdan 30 dəqiqə qabaq, məsələn, bu müştəri 10:26-da qeydiyyatda gəliş yazılır. Misal çəkirəm. Müştəri 12:30-da qeydiyyatdadır. 12 downloadda sizə bildiriş gələcək ki, müştəri qeydiyyatdan keçib. Köməkçi qeydiyyat aparsa kifayətdir. Avtomatik olaraq hər gündəlik qeydiyyatı və nömrəsinə görə axtarış edə bilərsiniz. Məsələn, sabaha gələn müştərilərin qeydiyyatını. Ancaq sabahki müştərilər, sabah neçə müştərimiz var. Dəftərə yazmağa da ehtiyac yoxdur. Telefonda da rahatlıqla istifadə edə bilərsiniz.